Dostlar salam. Chevrolet Cobalt'ın mənfi tərəfləri haqqında danışarkən ilk qeyd etdiyimiz məqam o olur ki, Cobalt'ların ön panelindəki menyuda mühərrikin soyutma sisteminin mayeəsinin temperatur göstəricisine nəzarət etmək olmur. Bu isə bir çox sürücüləri narahat edir. Ona görə də onlar videoda gördüyünüz şəkildə əlavə cihaz quraşdıraraq bu göstəricini salonun hər hansı bir yerinə qoyub ona nəzarət etməyə çalışırlar. Bu isə salonda xoşagəlməz bir görüntüyə səbəb olur. Qeyd etmək istəyirəm ki, artıq bu cür üsullardan istifadə etməyə heç bir ehtiyac qalmayıb. Çünki Babək prospektində yerləşən Chevrolet'in servisinə yaxınlaşaraq heç bir əlavə cihaz quraşdırmadan sadəcə kompüter vasitəsilə proşifka yazılaraq həmin bu ön panelə bu funksiyanı əlavə etmək olur. Videoda gördüyünüz şəkildə artıq ön paneldə temperatur göstəricisini, yəni mühərrikin qızmasına nəzarət etmək mümkündür.